və prospekt adları təkcə yerləşdiyin məkan deyil, eyni zamanda böyük bir məna yükü daşıyan tarixi yaddaşımızdır. Şəhərimizin ünvanlar siyahısında küçə və prospekt adlarının, məsələn, Moskva prospekti, Tbilisi prospekti, Azərbaycan prospekti kimi adların olması zamanında paytaxtda adlandırılmış İrəvan prospekti adının da yenidən bərpası olması zərurətini yaradır. İrəvan adının verilməsi artıq tarixi zərurətdir. Nəinki İrəvan adının eyni zamanda indi Ermənistan adlandırılan ərazidə, Qərbi Azərbaycan ərazisində olan müxtəlif bölgələrin adlarının küçə və prospektlərimizə verilməsi çox önəmlidir. Çünki istənilən halda yeni gələn nəsil, gənc nəsil, övladlarımız bu adları eşitdikləri zaman təbii olaraq onların beyinlərində müəyyən suallar yaranır və bu adların hardan gəldiyi ilə maraqlanırlar və onunla maraqlandığı zaman tarixə dönürlər və tarixə döndükləri zaman aydın olur ki, onlara bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Tarixən bizim soydaşlarımız o ərazilərdə yaşamışlar və ermənilər ən müxtəlif vasitələrlə o ərazilərdən Azərbaycanlıların, türklərin təmizlənməsi prosesini həyata keçirmişlər. Zamanında İrəvan prospekti adlanan bu Vaqif prospektində görək sakinlərimiz onun keçmiş adını xatırlayırmı? Bu məkanın, bax bu prospektin əvvəlki adını bilirsiniz? Əvvəlki adı elə indiki adıdır. Vaqif prospekti 11. Bura gelir. Adını bilirsiniz? Yox. Mən bir fikirləşim. Bəlkə Atatürk prospekti. Mən biləni indi Molla Pənah Vaqif bəlkə bilmirəm dəqiq. Görə biləyim Koroğlu parkıdır. Bura Nəsim rayon parkı idi, da bilmirəm əsl adı nə. Bu prospektin adını bilirsiniz? Yox. Yox, bilmirəm. Keçmiş adını da bilmirsiniz? Yox, yox. Xeyr, bilmirik. Bəs əvvəlki adın olub onu da bilmirsiniz? Xeyr, bilmirik. Ümumiyyətlə maraqlanmırsınız ki, hardasınız, olduğunuz məkanın adı nədir? Yox, maraqlanmıram. Niyə maraqlanmıram? Əvvəlki adını bilirsiniz? Yox, indi düşünmürəm, qaldı kərdə. Bu prospektin adı nədir bilirsiniz? Vaqif prospekti. Aha. Bəs əvvəlki adı nədir bilirsiniz? Əvvəlki adını bilmirəm. Bəs siz xanım? Yox, bilmirəm. Bu küçənin adının nə olduğunu bilirsiniz? Xeyr. Mən bura təzə gəlmişəm. Deyən o qədər məlumatım yoxdur. Burada çalışırsınız amma küçənin adını bilmirsiniz. Bəs əvvəlki adından heç maraqlanmısınız? Əvvəlki adı bura zaten yeni yerdir deyə, yəni burada yeni tikililər də var da. O qədər dərin məlumat mən bilmirəm. Yəni Vaqif prospekt gedir. Yox. Bilmirəm. Buradan keçirsən bilmirsən? Əvvəlki adını da bilmirsən? O tərəfi biləm mən. Cəhin Hacıbəyli. Bəs bura? Bilmirəm. Küçənin, bu prospektin adı nədir? Vaqif prospekti. Bəs bu küçənin, bu prospektin əvvəlki adı nə olub bilirsiniz? Təəssüflər olsun ki, bilmirəm. Bax belə, göründüyü kimi prospektlərdən birinə məhz İrəvan adının verilməsi artıq zəruridir. Tariximizi yaddaşlarda yaşadaq. Bizim Bakının küçələrində mütləq adlar olmalıdır. Həm İrəvan adı olmalıdır, Qərbi Zəngəzur adı olmalıdır. Lap belə əsasən Dərələyəzin adı olmalıdır, Göyşənin adı olmalıdır. Ki adamlar keçdikcə küçələrdən soruşsunlar bu kimin adı, nəyə görədir. Bunu bilməlidirlər. Bax tutmuşuq burada bir küçədə. Köhnə Basri küçəsi. İndi valla bilmirəm kimin adıdır. Bax bunun birini versinlər. Zəngəzur adına, bunu versinlər. İrəvan adına, birini qoysunlar. Dərələyəz adına. Bakının küçələri azdır bəyəm. Mən çox arzulayardım ki, İrəvan küçəsi ilə, Zəngəzur küçəsi ilə, Qərbi Zəngəzur prospekti ilə inamla, qürurla gedək gələk. Mənə belə gəlir ki, mütləq və mütləq bir şəkildə, təbii ki, ölkə rəhbərliyi də, Bakı şəhər rəhbərliyi də düşünüb daşınarlar, bir şey taparlar. Eləməz bu münasibətlə biz Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi ilə əlaqə saxladıq. Rəsminin isə cavabı belə oldu. Hal-hazırda rəhbərlik ölkədə deyil, bizimsə işimizin çoxluğundan bu barədə danışmağa zamanımız yoxdur. Bakı şəhərində necə ki mövcud ənənəyə uyğundur, bir İrəvan prospektinin
belə deyə adlandırılması, prospektlərdən birinə İrəvan şəhərinin adını verilməsini mən zəruri hesab edirəm. Ona görə ki, İrəvan bizim həm qədim şəhərimizdir, həm Azərbaycanın çox inkişaf eləmiş, məşhur bir xanlığının mərkəzidir. Bugün Bakıda Təbriz prospekti var, Gəncə prospekti var, Naxçıvan prospekti var. Bugün Bakıda Tiflis prospekti var və İrəvan prospektinin olması da tamamilə təbiidir. Qoy bizim paytaxt sakinlərimizin, ümumiyyətlə respublikamızın vətəndaşlarının daim İrəvan xatirində olsun və biz həmişə düşünək ki, öz doğma yurdumuza, doğma torpaqlarımıza və doğma şəhərimizə qayıtmalıyıq. Tarixə nəzər salaq. Vaxtilə İrəvan şəhərinin bəzi küçələri Azərbaycana məxsus adlarla adlandırılmışdı. Lakin bəzi təhriflərlə və məqsədli laqeydliklə. İndi ermənilər İrəvanda 26 Komissar küçəsi Aqatanki-Xotsi küçəsi ilə, Bakı küçəsi Artsaq küçəsi ilə, 1-ci Təpəbaşı küçəsi Müqəddəs Hovanets, 2-ci Təpəbaşı küçəsi Hovanets Kazerni, Əzizbəyov küçəsi Hanra Petusiyan küçəsi ilə, Şorbulaq Muşakanla, Nərmanov küçəsi Vardanans küçəsi ilə, Qarabağ küçəsi isə Müqəddəs Kral Abqarvardi ilə əvəzlədilər. 26 Bakı Komissarı adına orada küçə vardı. Lakin o küçəni 26 Bakı Komissarı demirdilər. 26 Komissar adını. Bakı sözünü onlar dillərinə belə gətirirdilər. Ermənilərin millətçilik xislətindən gələn ideya idi. 26'lar və onlar heç bir vaxt Bakı sözünü doğrudan demirlər. Onlar Qomaygi deyirdilər hətta. Qomaygi yəni komissar bağ da belə. Həmin o bağın adı idi və Bakı sözünü heç bir vaxt orada nə istifadə olunurdu, nə də yazılmırdı. Həmişə deyilirdi ki, deyək ki, erməncə Qsanvets komissarları. Bax belə deyirdilər. Bakı sözü heç bir vaxt işlənmirdi ümumiyyətlə. Sovet dövrü gəldi. İrəvanda Nərimanov adına böyük bir küçə vardı. Böyük də deyəndə küçə dar küçə idi, amma uzun küçə idi. Əksər binalar da dövlət binaları yox, şəxs evləri idi. 1 mərtəbəli, 2 mərtəbəli evləri idi. O küçəyə Nərimanovun adını verdilər. Onu da xatırladaq ki, İrəvanda İrəvan sərdarı nəslindən olan Pənahəli xan Makinskinin evi və qarşısındakı bulvar şəhərə xüsusi tarixi özəllik verirdi. Lakin ermənilər 1961-ci ildə buranı sökərək yerinə Əzizbəyov heykəlini qoydular və elə oranı Əzizbəyov meydanı adı ilə adlandırdılar. Sonralar isə Əzizbəyov meydanının da adını dəyişərək Saxarov etdilər. Bir balaca meydança vardı, Əzizbəyov meydanı. Əzizbəyovun heykəlində üstünü də o meydanın ortasında qoymuşdular. 88-ci ilin Qarabağ hadisələri ki başladı, alovlandı. O millətçilik tuğyanı ki aləmi bürüdü, İrəvanı bürüdü. Onu da üstü də götürdülər. Daha doğrusu buldozerlə salıb yıxdılar. Üstü götürdülər. Son artıq bizim oradan köç gələn vaxtı onu belə bir bəhanə edərək bir traktor çıxdı o küçəyə və getdi dəydi heykələ. Heykəl dağıldı və məsələ qoyuldu ki, traktor deməli dayandıra bilməyib, nəyisə düzgün işləməyib, onun hərəkəti düzgün eləməyib, ona görə gedib dəyib ora və o heykəl də elə dağıldı orada. Orada yalnız Nərimanov küçəsi var idi və Nərimanov küçəsi Gedər çayı var. Gedər çayının üstündən elə yanından başlamış və üzü gedirdi artıq Dəmirbulaq məscidinə, Axundov məktəbinə. Oradan da yenə aşağı Nərimanov 2, Nərimanov 1 və Nərimanov 2. Nərimanov küçəsini planat saldılar, söktülər, dağıtdılar, orada yeni binalar tikdilər, küçəni ləğv elədilər. Nərimanov küçəsi olmalı. Artıq bu da gəldi çıxdı 60-cı illərdən sonraki dövrə. Həmin dövrdə də millətçilik gündən-günə alovlanırdı, gündən-günə genişlənirdi. Belə bir dövrdə onlar heç vaxt Azərbaycanlara şahı verməzdilər. Rusiya kinoteatrını tikdilər, amma o yer deyək ki, kolxoz bazarı var idi orada. Orada var idi Qara bazar
və Kolxoz bazarı. Kolxoz bazarın yerində Rusiya kinoteatrını tikdilər və orada da evlər var idi. Ona görə həmin küçəni elə deyirlər Kolxozniklər küçəsi. Orada da azərbaycanlılar idi, çünki müəyyən insanlar, bazara gələn insanlar gecələmək üçün və s. həmin o küçədə azərbaycanlıların evlərində deyək ki, qala bilirdilər. Yaxınlıqda hamam vardı. Sonralar öyrəndim ki, o hamamı da 1800-cü illərdə bizim Azərbaycanlı milyarder tikib. 8 hamam vardı, 8 məscid vardı vaxtilə. Hətta İrəvanın alınmasına dair Çar Nikolay medal təsis edib. O medalda da İrəvanın panoramasını medalın üstündə həkk elətdirib və medalın üstündə görürsən ki, tipik müsəlman şəhəridir. Çünki məscidlər uzaqdan, əzəmətli məscidlər uzaqdan görülür. Bu izi itirmək olmaz. İrəvanın alınmasında iştirak edən zabitlərə verilirlər medalı. 1988-ci ilə qədər İrəvanda 2 məscid var idi. Biri Göy məscid idi, bizim məktəbin yaxınlığındaydı. O məscidi 88-ci ildə artıq başladılar ki, evləri yandırmağa, adamları öldürməyə, yandırmağa, döyməyə. Həmin ərəfədə o məscidi yandırdılar. Yandırdılar, həm də söktülər. Buldozerdən vurub söktülər, dağıtdılar. Ümumilikdə götürdükdə Ermənistan adlanan ərazidə Azərbaycanlılara aid olan adların, toponimlərin dəyişdirilməsi ilə bağlı 1991-ci ildən sonrakı dövrdə çox böyük işlər aparılmışdır və bu işlər təbii ki, tarixi adların dəyişdirilməsinə yönəlmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2006-cı ildə Ermənistan hökuməti yanında Daşınmaz Əmlak Komitəsinin rəhbəri Manuk Vardanyanın açıqlamasına görə o zaman Ermənistanın milli atlası hazırlanırdı və o müsahibəsində açıq şəkildə qeyd etmişdi ki, həmin xəritəyə 40 minə yaxın adın daxil, yer adlarının daxil edilməsi nəzərdə tutulur və toplanmış 40 minə yaxın yer adlarından 8-10 mininin həm də dəyişdirilməsi, yeni adlarla əvəzləşdirilməsi nəzərdə tutulurdu. Təbii ki, bu 8-10 min deyərkən ermənilər Sovet dövründə ya da müstəqilliyin ilk illərində dəyişdirə bilmədikləri türk adlarını, Azərbaycan adlarını nəzərdə tuturdular. İrəvan alınandan sonra, hətta quberniya olandan sonra orada qubernatorun verdiyi siyahıya alınma və küçələrin adı var. Həmin o küçələrin adının demək olar ki, 80-90% Azərbaycan adları olubdur. Mən özüm yaşadığım küçə bu elə əvvəldən də Firdovsi küçəsi olubdur. Son bax bu yaxınlarda da hətta ermənilər düzdür onu Firdovsi demirlər, Firdus küçəsi bilirsiniz elə. Nəsə bir hərfi götürmək, nəsə bir şey dəyişmək ki, bunu tam Azərbaycanlı adından biraz dəyişmək üçün. Firdovsi küçəsi 88-ə qədər mən orada olaraq və indi də o küçə durur, artıq sökürlər. Çünki bu lap mərkəzdə, elə mən həmişə deyirəm ki, meydanda bilirsiniz, orada Azadlıq meydanında göstərəndə o sahadı ki, göstərirlər, o sahadın bilavasitə arxasında həm Alavercan küçəsidir və Firdovsi küçəsidir. O Firdovsi küçəsində Azərbaycanlı ailələr yaşayırdı. Biz idi, özdə o küçədə mənim babamın mülkü olubdu və hətta o qeydiyyat kitabçasını mən özümlə də götürmüşəm. Həmin o kitabçada o evə 1915-ci ildən ki, erməniləri gətirəndə deməli, yerləşdirmək məqsədi ilə həmin o evlərə giriblər və 88-ci ilə qədər baxmayaraq ki, bütün vergini biz ödəyirdik, amma ermənilər yaşayırdı. 50-ci illərin sonlarında mən gəldim İrəvana. İndiki İrəvanda Kino Rusiya adlanan böyük bir tikintidir. Orada kinolar göstərirlər. Kino Rusiya deyirlər. O küçənin hər iki tərəfində sırayla bir mərtəbəli, 2 mərtəbəli daş evlər vardı. Daş tikililər vardı. Mənim yaxşı yadıma gəlirdi. Atamla gəlirdik həmin küçədən keçəndə, bazar da yaxın idi. Həmin küçədə olan tikililərin üstündə yazılmışdı. Bizdə daş hərflərlə. Ət dükanı, Azərbaycan dilində. Parça dükanı, Azərbaycan dilində. Yəni ki, Kiril əlifbası.
Lakin sonralar oraları hamısını saldılar plan altına, söktülər, dağıtdılar, yeni tikirlər, izi itirdilər. Bilirsiniz, məhəllələr olubdu da İrəvanda. Şəhər məhəlləsi olub, Dəmirbulaq məhəlləsi olub, Təpəbaşı məhəlləsi olubdu. Və hətta son vaxtlara qədər o Təpəbaşında o dəmir yazıda ki olur, o Təpəbaşı küçəsi elə qalırdı. Son vaxtlara qədər dəyişsələr də yenə də o qalırdı. Təpəbaşından sonra Dərəkəndi başlayırdı. Dərəkəndində də orada Azərbaycanlılar yaşayırdı. Onu neynədilər? Dərəkəndidə özü Zəngi çayının düz o biri tərəfi idi. Amma o biri tərəfində bağlar var idi, dərə bağları var idi və orada bibimgilin bağları idi. Mən bütün yay gedirdim deyək ki, orada. Hətta o bağların lap yuxarı tərəfində erməni soyqırım abidəsini ucaldıblar. Azərbaycanlıların torpağının üstündə onu ucaltmışlar. Dərəkəndini neynədilər? Dərəkəndində də çox Azərbaycanlılar yaşayırdı. Oranı da söktülər. Və bilirsiniz, belə bir siyasət var idi, pərən-pərən salmaq və bunları ayırmaq məsələsi ilə. Gətirdilər, Norareş deyilən, belə Erebuni deyilən bir tərəfə, tamamilə əks tərəfə və orada deyək ki, 3 qardaş bir binada oldu. Amma qalan qonşular hərə bir tərəfə artıq getdilər. Bugün küçə və prospektlərin adlarının xüsusi seçilməsi elə xüsusi də əhəmiyyət kəsb edən zəruri addımlardan biridir. Bakıda İrəvan prospektinin və yaxud İrəvan küçəsinin yenidən belə bir küçənin adlandırılması, hər hansı böyük prospektlərdən birinə, küçələrimizdən birinə İrəvan adının verilməsi çox ciddi əhəmiyyətə malikdir. Bu İrəvanın həm də tarixi Azərbaycan torpağı olduğunu, tarixi Azərbaycan şəhəri olduğunu təsbit edən bir fakta çevriləcəkdir. Çox gözəl olar ki, həmin küçədə və yaxud həmin prospektdə, onun ətrafında yerləşən parklarda İrəvanın tarixi ilə bağlı, İrəvanın mədəniyyəti ilə bağlı, İrəvan şəhərinin necə erməniləşdirilməsi ilə bağlı müxtəlif faktları özündə əks etdirən lövhələr vurulsun və təbii ki, o zaman bu lövhələr müxtəlif dillərdə ola bilər və o zaman şəhərimizə gələn qonaqlar da, Azərbaycana gələn, ölkəmizə gələn qonaqlar da, gənc nəslin nümayəndələri də, bu mövzuda bilgisiz olan insanlar da o məlumatlarla müxtəlif formalarda tanış olacaqlar. Bu yenidən tarixi yaddaşın təzələnməsi, tarixi həqiqətlərin dünyaya daha geniş şəkildə çatdırılması demək olar. Bilirsiniz ki, bunun əvvəlki adı, bax buranın əvvəlki adı İrəvan prospekti olub. Xeyr, onu bilmirdim. Desəz yadıma düşər. İrəvan prospekti olub bura əvvəllər. Bura Vaqif prospektidir və zamanında İrəvan prospekti olub. Bilmirdim. Vaqif prospekti. Lap yaxşı. Axır öyrəndim də onu. Biz də öz növbəmizdə araşdırma apardıq. Belə ki, Yasamal rayonu Dadaş Bünyadov küçəsi Vedibasar adı ilə əvəzlənib. Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Əli Heydər Qarayev küçəsi Dəvəli küçəsi ilə əvəzlənib. Vedi rayonuna aiddir bu kənd və Xəzər rayonu Şüvalan qəsəbəsi Əli Heydər Qarayev küçəsi Cömərtli küçəsi ilə əvəzlənib. Bu da Qarakilsə rayonuna aiddir. Qərbi Azərbaycanın Qarakilsə rayonuna. İndi isə gəlin, bax bu küçələrdən birinə taksi sifarişi verək. Görək, mobil tətbiqlə yüklənmiş bu proqramlar bu küçələri tanıyırmı? Göründüyü kimi Vedibasar mərasim evi çıxdı, Şiddi Vedibasar kafe çıxdı. Amma küçənin adı mobil tətbiqdə çıxmadı. Bu isə ayrı mövzudur, ardı var.